Diklofenak yoxsa ketoprofen? Hansını seçək? Bu iki dərman qeyri-steroid iltihab əleyhinə preparatlardır. Yəni, həm ağrını azaldır, həm iltihabı aradan qaldırır. Amma təsir xüsusiyyətlərinə görə aralarında fərq var. Diklofenak daha çox iltihab əleyhinə təsiri ilə seçilir. O, əsasən oynaq və sümük ağrılarında, revmatizm və artritdə, həmçinin travmadan sonra yaranan iltihabda istifadə olunur. Tabletlə qəbul edildikdə təsiri təxminən 20-30 dəqiqəyə başlayır. İnyeksiya formasında isə daha tez təsir göstərir. Bu preparatın əsas üstünlüyü iltihabı güclü azaltmasıdır. Lakin mədə-bağırsaq sisteminə mənfi təsir göstərə, qastrit və xora yarada, həmçinin qaraciyərə və ürək-damar sisteminə əlavə yük sala bilər. Ketoprofen isə daha çox güclü və sürətli ağrı-kəsici təsiri ilə tanınır. Əzələ ağrıları, diş ağrısı, baş ağrısı və menstrual ağrılar zamanı tez-tez istifadə olunur. Onun təsiri adətən 15-20 dəqiqə ərzində başlayır və bu baxımdan diklofenakdan daha sürətli təsir edir. Üstün cəhəti ağrını tez aradan qaldırmasıdır. Amma bu dərman da mədə qıcıqlanmasına səbəb ola bilər. Əlavə olaraq günəşə qarşı həssaslığı artırır və böyrəklərə təsir göstərə bilər. Ümumilikdə müqayisə etsək, ketoprofen ağrını daha tez kəsir, diklofenak isə iltihabı daha güclü azaldır. Hər iki dərman mədə üçün risklidir, lakin diklofenak bir qədər daha aqressiv hesab olunur. İstifadə sahəsinə görə revmatik və iltihabi xəstəliklərdə daha çox diklofenak, kəskin və sürətli ağrı hallarında isə ketoprofen üstünlük təşkil edir. Nəticə olaraq, seçim məqsəddən asılıdır. Əgər əsas məqsəd ağrını tez azaltmaqdırsa, ketoprofen, əgər iltihabı aradan qaldırmaqdırsa, diklofenak daha uyğun seçim hesab olunur.